Hörmətli izləyicilər, proqramımız davam eləyir. Əlbəttə ki, biraz əvvəl də qeyd elədim, növbəti bağlantıya keçməliyik və 3 fərqli federasiyanın müxtəlif nümayəndələri ilə danışdıq, həmsöhbət olduq və onların fikirlərini eşitdik. Daha bir federasiya və həqiqətən də maraqlı idman növlərindən birini və həmin idman növünün nümayəndəsini təqdim etmək istəyirəm. Mənimlə bağlantıda Azərbaycan Velosiped Federasiyasının nümayəndəsi və məşqçisi Səhər Mehmandır. Səhər xanım, sabahınız xeyir olsun. Sabahınız xeyir. Sizi Azərbaycan Velosiped İdman Federasiyasına salamlayırıq. Hər kəsə xoş gün arzu edirik. Çox təşəkkürlər. Səhər xanım, başlayaq federasiyadakı hazırki vəziyyətdən. Neçə idmançımız var? Peşəkar səviyyədə neçə idmançı hazırda məşqlər keçir? Mən bilirəm, orada sizdə gördüm, idmançılar hazırda məşq eləyirlər. Onu da bizə göstərərsə, mümkün olarsa, hazırda bu federasiyanın məşq zonasında, yəni orada arenadayıq. Buyurun, məlumatları sizdən eşitək. Hal-hazırda bildiyiniz kimi qış mövsümüdür və yarışlar mövsümü bağlanıb. Qış mövsümü əlaqədar olaraq, hava şəraitinin əlaqədar olaraq idmançılarımız əsasən güc məşqi üzərində məşq edirlər. Baş məşqçinin altında məşqimiz davam edir. Havadan asılı olaraq velodəzgahlarda, velotrekdə və yaxud da ki, hava əlverişli olarsa, yağıntısız olarsa, uzaq məsafələrdə idmançılarımız məşq edir. Elə hal-hazırda da səhər idmançılarımız məşq edir. 20 yanvarda yerləşən velotrekimiz yenidən qurma işləri aparılıb, təmirdən yenicə çıxıb və idmançılarımız bunun özü də bir motivasiyadır ki, belə bir gözəl yaşıllıq ərazidə idman edirlər. İdmançılarımız kifayət qədər əzmlidirlər, əzmkardırlar, məşqçimiz kifayət qədər diqqətlə yanaşır. Bu il bizim Təhsil Nazirliyi ilə birlikdə bir əməkdaşlığımız oldu ki, hansı ki bu ən möhtəşəm bir xəbərdir ki, regionlarda bizim velosiped filiallarımız açılıb. Gədəbəy, Akstafa, Tovuz, Gəncə, Goranboy, Ağdaş, Qəbələ, Qubada bizim regionlarımızda velo məktəblər var ki, orada uşaqlar təmənnasız velosiped idmanı ilə məşğul olurlar. Və mütəmadi olaraq sosiallıq üçün, kütləvilik üçün, velosiped idmanının gündəlik həyat tərzinə çevrilməsi üçün də maarifləndirici yürüyüşlər təşkil edirik. Möhtəşəm yürüyüşümüz olmuşdu 28 may ilə bağlı. Bizim növbəti bir ərazimiz də Şıxovda yerləşir, Veloparkda. Veloparkdan Bayraq meydanına qədər təşkil olunmuşdu. Avtomobilsiz gün əlaqədar, yəni avtomobilsiz günü ilə əlaqədar olaraq yürüyüşlərimiz olub, maarifləndirici velosiped yollarında, şəhərin əsas mərkəzi küçələrində, velosiped yollarında və uşaqlar günü ilə əlaqədar olaraq velosiped yürüyüşümüz olub, Yerişli Nəqliyyat Agentliyi ilə birlikdə etmişik bu yürüyüşləri, avtomobilsiz günü ilə əlaqədar olaraq və ən möhtəşəm yürüyüşümüz də bu yaxınlarda Bayraq günü ilə əlaqədar olaraq 320 nəfər iştirakı ilə Bayraq yürüyüşümüz təşkil olundu, bulvar ərazisində oldu və Zəfər Parkında yürüyüşümüz yekunlaşdırıldı. Məli Səhər xanım, növbəti sualım bu idman növünə maraqla bağlıdır. Çünki biraz xüsusi idman növüdür və düzdür, hər bir insanın həyatında velosiped olur. Hər birimiz demək olar ki, uşaq vaxtı velosiped sürmüşük, məhəllədə, həyətdə, parklarda falan, amma bu işi özür istəyirəm Səhər xanım, sizdən bir xahişim olacaq. Telefonu elə tutun, sizin üzünüz tam düşmür. Biraz, aha, çox sağ olun. Sualı bir daha təkrar edeyim. Velosipedi hər birimiz sürsək də, parklarda falan elə Bakı bulvarında da orada velosipedlər var, götürüb icarəyə sürürük, amma bunu peşəkar səviyyədə hər kəs etmir. Bu marağı necə yaradırsınız insanlarda? Təbliğat necə aparılır? Müraciət nə qədərdir? Uşaqlar ümumiyyətlə hansı yaşlarda müraciət edirlər? Buyurun. Velosiped dediyiniz kimi uşaq yaşında sürüldüyü üçün bu insanlarda bir uşaqlıq arzusudur və kifayət qədər tələbat var. Yəni hətta sevindirici haldır ki, artıq valideynlər belə öz övladının əlindən tutub gətirir bu idmana. Düşünsək ki, müəyyən bir düşüncə var ki, riskli idman növüdür, amma yəni son dövrlərdə bilirsiniz ki, uşaqlar ən çox elektronikanın qurbanıdır. Telefon, planşet, kompüter. Qurban olmasınlar deyə valideynlər artıq özləri uşaqlarını gətirib velosiped idmanına yazdırır ki, uşağım ən azı boş vaxtını səmərəli şəkildə, sağlam şəkildə keçirsin. Bu sevindirici haldır. Yəni biz
əsasən maarifləndirmək üçün nə idi? Bu yaxınlarda bizim Mingəçevir Dövlət Universiteti ilə birlikdə əməkdaşlığımız oldu. Biz orada 70 nəfər xanım tələbəyə velosiped sürməyin qaydaları, velosiped sürməyi öyrətdi və bunu möhtəşəm bir bu tədbirin açılışı da oldu və cənab nazir Fərid Qayıbov şəxsən özü də iştirak eləmişdi. Tələbələrdən özü şəxsən bir geri dönüş olaraq fikirlər də almışdı. Regionlara da maraq var, Gəncədə də maraq var. Yəni kütləvilik üçün biz mütəmadi olaraq sosial tədbirlər həyata keçiririk ki, insanlarda bu həvəsi yaradaq. Eyni zamanda da bunu nəzərinizə çatdırmaq istəyirəm ki, artıq Qarabağ Universiteti ilə danışıqlar gedib və biz bu tədbirin, Mingəçevir tədbirin davamı olaraq Qarabağ Universitetinə də 100 ədəd velosiped hədiyyə eləyəcəyik. Oradakı xanımlara, bəylərə velosipedin sürmə qaydalarını öyrədəcəyik, aşılayacaq. Və burada bir şey də nəzərinizə çatdırım ki, biz mütəmadi olaraq görüşlərdə, universitetlərdə, məktəblərdə düzgün velosiped sürmə qaydalarını öyrədirik. Hər kəs velosiped sürür necə? Uşaq vaxtı velosipedi götürdü, sürdü, amma onun düzgün əyləcədən istifadə etmək, qoruyuculardan istifadə etmək, dəbilqədən istifadə etmək və artıq bizim Azərbaycanda, Bakıda bir sıra küçələrdə 40 kilometrdən çox velosiped yollarımız var ki, hansı ki orada bizim işıqforlarımız var, xüsusi yollarımız var. Müəyyən yerlərdə velosipedçilərə üstünlük verilir, müəyyən yerlərdə piyadalara üstünlük verilir, müəyyən yerdə avtomobilə üstünlük verilir. Bu kimi hallarda doğru addımları atmaq üçün biz mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçiririk və məqsədimiz odur ki, təkcə idman növü kimi deyil, eyni zamanda ekoloji nəqliyyat vasitəsi olan velosipedi də daha da insanlar arasında yayaq. Çox təşəkkürlər Səhər xanım, minnətdaram, uğurlar arzu edirəm sizə, velosipedçilərimizə, orada dayanmadan onlar dövrə eləyirlər. Əlbəttə ki, çox da maraqlı görüntüdür. Minnətdaram bir daha. Çox sağ olun. Görüşmək ümidilə. Sağ olun. Sağ olun.